Hörmətli izləyicilərimiz, hörmətli tamaşaçılarımız, hörmətli valideynlərimiz, mənim Vüsal Kəlbəcəri, Çağdaş Təhsil Komandasının rəhbəri və tənqidçi jurnalist, Respublikada bütün rayonlarda, məktəblərdə şagirdlərdən, tələbələrdən, valideynlərdən sorğular aparır. Hər məktəb haqqında həm müsbətlər, həm mənfiləri işlandırır. Bu günləri biz 106 saylı tam orta məktəbin çoxlu sayda şagirdlərlə, müəllimlərlə mən söhbətlər apardım bir müddət əvvəl və 4 yol deyilən yerdə yerləşir məktəb. Çoxlu sayda şagirdlərlə sorğular apardıq. Məktəbdə nizam, intisam, təlim, tərbiyə, o cümlədən də məktəbdə davamiyyət, təhsilin keyfiyyəti ilə bağlı, təhsil islahatlarına bağlı sorğular apardıq. Əlbəttə ki, məktəb haqqında 95%, 98% gözəl insan, gözəl sözlər dedilər. Biz də istəyirik ki, məktəbin direktoruna gəlib tanış olaq. Mən bir daha sizi xoş gördük. Uğurlarınız bol olsun. Adınız, soyadınız müəllim? Nəzər Əfəzoğlu, sağ olun. Çox gözəl. Neçə il təhsildə çalışırsınız? 13 il. 13 ildir direktor. 13 il məktəb direktoru kimi. Çox gözəl. Neçə il təhsil pedaqoji sahədə çalışırsınız? 97-ci il. Vay maşallah, çox gözəl. Demək olar ki, 28 il, 30 ilə qədərdir ki, təhsil sahəsində canına fəda verən müəllimlərdən birisiniz. Sizə öz adınızdan dərin təşəkkür bildiririk. Və məktəb direktoru olduğu müddətdə də biz bilirik, sizin məktəbinizdə uğurlar, nailiyyətlər bol olub, çox olubdur. Öz adımdan təşəkkür bildiririk. O demək olsun ki, gələn çəkilişimizi 4 yolda qəsəbədə deyil, biz inşallah Ağdamda, inşallah yeni tikilmiş Ağdamda, cənab prezidentimizin siyasət nəticəsində, şəhidlərimizin qanun nəticəsində alınan inşallah Ağdamımıza gözəl çəkiliş eləyərik. Allah'ın bu gününə şükür. Və mən bu çəkilişin vasitəsilə həm region müdürü və Rəsbli Sənan mənim haqqında dəfələrlə gözəl çəkilişlər eləmişik, Tahir mənim haqqında çəkilişlər eləmişik. Cənab nazirimizə və o cümlədən cənab prezidentimizə demək istəyirəm ki, jurnalistlərin işi nədir? Jurnalistlərin işi odur ki, həm mənfiləri, həm müsbətləri adiyyəti olan orqanlara çatdırmaq və o cümlədən adiyyəti olan insanlara çatdırmaqdır. Həqiqətən də 106 saylı tam orta məktəbindən biz gözəl sözlər eşitdik. Həqiqətən də təqdirə layiqdir, tərəfə layiq məktəbdir. Sizə öz adımızdan sağ ol deyirik, dərin təşəkkür bildiririk. Ona görə də təqdirə layiq olduğuna görə də biz qəzetimizin xüsusi buraxılışında inşallah müəllim haqqında gözəl məqalə işləyəcəyik Allah qoysa və inşallah sosial şəbəkələrdə və televiziyada, xəbərlərdə müəllimi gözəl şəkildə işlandıracaq. Sizə uğurlar dilərik, nailiyyətlər dilərik. O gün olsun ki, məktəb müəllimat alasınız, tərəqqi medal alasınız, ən yüksək adına layiq görəsiniz. Allah köməyiniz. Gələcək planlarınız nə müəllim? İnşallah. Arzularınız. Allah bu gününə şükür. Arzumuz həyata keçirdi. Mənim ən böyük arzum olubdur ki, işğaldan azad olmuş torpaqlarımızı ziyarət eləsəm. Elə bilərəm ki, ən böyük ziyarətə getmişim. Allah qismət edib, hamısı həyata keçir. Allahın köməkliyi gedib öz yerimizdə də tezliklə fəaliyyətimizə başlayıb, öz xalqımıza xidmət edəyik. İnşallah. Övladlarımızı savadlı, vətənpərvər vətəndaşlar yetişdirərik. Amin. İnşallah. Bundan gözəl nə ola bilər? Bəli. Allah bu gününə şükür. Sizə öz adınızdan dərin təşəkkür bildiririk, minnətdarım bildiririk. Çox sağ olun. Çox sağ olun. Təşəkkür ederim.